Mənim mədənim ataşdandır. Mən bir dənəyə sucud edim, onun da mədəni nədir? Çamırdır. Olmaz, mən özündən üz kəgəm. İdən baxın ağalar, şeytanığururluq, təkəbbürluq, nəfsinə ücübü qoydu, hara yetişdirdi özünü? Həsidlərdən kimi insanı həsidlərdi. Biz gəldiysək, idən bunlar mavaridil fəsaddılar, bunlar mavaridil ifsaddılar. Bəni bəşərdə də bu da var, sülüklərində də bu var, beşərin bu sülükündə var. Və lakin bütün beşər bir müstəvadadır? Yox. Bir qism gələndə bi ənəhu sülükündə bir şəkil var, baxasay özü öz nəfsində maildir nəyə? Masiyə, maildir şərrə, maildir günah etməyə. Yəni özü məsələn, qoy bir məsəl ağın, absat məsəl. Azam buradan verir, özü oturubdur, domla tavlı çalır. Hə, domla tavlı basırı. Bir ənəhu indi gəldi, haradadır? Baxsa indi cəmiənin də duvarına yapışıb. İndi imma evdir, indi imma dükandır. Ben bunu özümdən demirəm, ha, gözü görən mənim üçün nəql edir, bunu həqiqət edirəm. Yəni, əcib bir insan bu yerə yetişir, ənəhu nədir? Hiç utanmaq qalmır Allah təbarəkə və tealədən. Sən gələndə, bax, bir qonşida, Allah etməsin, bir təziyə olanda, bir oğlu üçün sünət edəndə, bir yeməğə istədiysək, dəvət edəsək, 5-10 adam utanasay yox. Vallah utanasay desək, vallah üzümdən gəlmir. Qonşumun təziyyəsi var, ənəhu mən gedim, bir münasibə, xeyr münasibəsi edim, istəməz, təcil edərəm, etməm özünü. Bunlar nədir? Bi hüccət, bi zəriət ənəhu nədir? Vallah cəmiə gələn ənəhu xarabdır. Bu da bir ödürdür, ha. Çox İraqsizlərdən, çox cahil kimsələr bu ödürü alıbdır. Bi ənəhu cəmiə gedənlər xarabdırlar. Görsək gündə bir dənəsindən bir şey. Xo masumdur. Xo Allah təbarəkə və teala indi bəs bir dənə gələndə cəmiə özün niyyəti, safsaduq, qələt edirsə istiğfar edər. Bəs nədir? İsrar etməz. Bir dənənin niyyəti safı dögülsə, baxdı, israr edər. O zaman Allah təbarəkə və teala əlin çəkər özündən. Allah subhanahu və teala əlin çəkəndə ondan yox mənası ənəhu sən baxasay idən bütünü budur. Yox, xo sən yahu bu gözdən baxasay Allah təbarəkə və teala ləənəhu o qalan mümindirlər. Allah subhanahu və teala istir onların hürmətinə məqəyyət olsun. Bu şadıydı, onlara xarab sümə gətirdi. Bir risalə, 2 risalə, 3 risalə gəldi özü üçün adam olmadı. Allah teala əl çəkdi idən nədir? Gözdən düşdü. Xo sən ya belə baxmısan, Allah subhanahu teala bu taamülü xo nədir? Şeytanla, şeytan da əgər qalsaydı, Allah təbarəkə və teala macal versəydi, hüsküt olsaydı, özü deyəndə mən sücud etməm Adəmə, edən o mələikələr nə olurdu ağalar gözümüzdə? Onlar da aynən halda olardı, deyərdik, edən mələikələr bütünü nədir? Günah edirlər, Allah asi olurlar, bizə qalıbdır və onlar Allahın mələikəsi də asi olurlar. Xo bizə qalıb, bizdə asi olurlar. Edən Allah təbarəkə və teala onlara qoy belə deyən, nəç bu bizi nazar edən baxmırıq, nəcəm məqəyyət oldu onlara, ənəhu Allah subhanahu teala aynən bir şəkil məqəyyət olurlar. Və qoy biz gələğinə ağalar, bir qadiyyə var. İndi mən gəlməyəndəm cəmiə deyəndəm, cəmi adamı xarabdır. Eynidir, dinidə o cəmi adamının təziyyəsi olanda təziyyəsinə gedirəm ya da yox. O təziyyəsinə də getməyim adam xarabdır. Cəmiədə, lənnə cəmi adamlar xarabdır, Allah yerinə gəlmirəm, lənnəhu nədir? O xarablar var. Eynidir, o məni dəvət edəndə yeməğinə gedirəm ya da yox. Vallah gedirəm, nə üçün? Lənnəhu getmədiysəm deyərlər, bax bu usulsuzdur, qədir qiymət yoxdur özündə. Xo eynidir, əgər o səni dəvət edəndə getməyəndə usulsuzsay, qədir qiymətsizsay, xo Allah təbarəkə və teala da sən dəvət edir. Ya eyyuhəllədinə amanu izə nudiyə lissalati min yevmil cum'ati Ahsantu fes'av ilə zikrillah. Allah dəvət edir səni. Tamam, indi bizim o zaman 2 cəmiədən 15 dənəydi, 20 dənəydi, indi hamd olsun 200, 300 dənədir, 400 dənədir. Bəs və lakin dinidə bu məmləkətin nisbəsinə görədir. Əgər hər evdən bir dənə gəldiysə, 2 dənə gəldiysə, vallah necə beyram namazı edə bilmədik. Yerimiz burada bəs etmədik, əndi xısarda burada 2 namaz qurduk, bir qismdə getdi evə. Bütün cəmiələrimiz hər cümə bəli olur. Nə üçün qeyrisinə baxanda ənəhu nədir? Qaça gəlirlər, vallah izimdən gəlirlər. Yəqiniyiz olsun, izimdən gəlirlər, hər cümə namazı qilirlər, bir də gedirlər izimə. Bizim nə üçün? Bizim nəkbatlıq da ənəhu şeytan saytara edir.